Bismillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Allah Subhanahu Teala böyük bir mərhəmətə malikdir. Allah Subhanahu Teala insanları bağışlayır və onlara rəhm eləyir. Və Allah Teala'nın məğfirəti genişdir. Və həmişə bunu yada salırıq, düzdür. Amma unutmaq olmaz ki, Allah Teala'nın əzabı da var. Allah Teala'nın cəzası da var, şiddətlidir özü də. Allah bizi qorusun. Və İbn Rəcəb rahmetullahi aleyhi buyurur ki, minəz-zunubil mani'ati minəl-məğfirəti aydan əş-şuhana və hiyə hiqdul muslim alə əxihi buğdan ləhu lihəvə nəfsihi və zəlikə yemnəv aydan minəl-məğfirəti fi əksər əvqatil məğfirəti və rəhməti. İbn Rəcəb rahmetullahi aleyhi buyurur ki, həqiqətən də günahlar var ki, hansı ki, o vaxtlar, bəzi vaxtlar var ki, insan tövbə eləyir, yəni dua eləyir və Allah Teala onu bağışlayır və ondan nə eləyir? Qarşısını alır həmin o günahlar. O günahlar odur ki, düşmənçilik eləmək və müsəlmana qarşı, müsəlman qardaşına qarşı kin, küdurət, öz nəfsinin istəyinə görə, havasına görə müsəlman qardaşına kin bəsləməsi onu nə eləyir? Hələ bil ki, bağışlanması üçün etdiyi duanından məhrum eləyib. Və ona görə də heç vaxt yaddan çıxarmaq olmaz ki, Allah Subhanahu Teala duaları qəbul eləyəndir, günahları bağışlayandır. Amma yaddan da çıxarmaq olmaz ki, bəzi şeylər var ki, onları eləyəndə Allah Subhanahu Teala qəbul etmir. Məsələn, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, müsəlman əlin qaldırır, bir nəfər əlin qaldırır, dua edir ki, Ya Rabbi, Ya Rabbi. Amma yediyi haram, içdiyi haram, geydiyi haram. Və Allah Teala bunun duasını necə qəbul eləsin? Yəni, haramlar onun duasının qəbul olmasına nə oldu? Mani oldu. Yəni, qarşısını aldı. Və həmçinin bağışlanmaq üçün də. Və yəni, həmişə biz deyirik ki, sələflərin sözləri mütləq şəkildə Quran və sünnəyə bağlı olmalıdır. Yəni, İbn Rəcəb rahmetullahi aleyhində bu sözü, yəni əsli Quran və sünnədə var. Və Allah Teala Quranda nə qədər misallar çəkir bizə, hekayələr, qıssələr orada. Məsələn, Allah Teala nə qədər qovmu məhv elədi. Nəyə görə? Etdiyi günahlara görə. Heç kəs artıq deyil onlardan. Yəni, əgər sən Allah Teala'nın qəzəbinə tuş gələrsənsə və Allah Teala'nın qəzəbini qazanarsansa, əlbəttə ki, sənə də o cəza gələr, o xeyirdən məhrum olarsan, duaların qəbul olmaz və bağışlanmaq istəyərsən, səni bağışlamaz. Ona görə də İbn Rəcəb rahmetullahi aleyhi də bunlara dedi ki, bu yəni çox təhlükəli bir məsələdir ki, insan öz nəfsinə görə, yəni öz havasına görə, istəyinə görə müsəlman qardaşına qarşı nədir? Yəni ədavət eləyir, düşmənçilik eləyir və həmçinin ona kin bəsləyir. Yəni bu ona görə də onun həmin vaxtlar ki var, rəhmət vaxtları və bağışlanma vaxtları ondan onu məhrum edir. Ona görə həmişə çalışmalıyıq, qəlbimizdə kin və küdurət olmasın və biz-birimizi bağışlamağı, sevməyi bacarmalıyıq. Əlbəttə ki, haqqı müdafiə etməklə, yəni haqq üzərində olmaqla və həmçinin bunu aşılamalıyıq, öyrətməliyik ki, düşmənçilik, ədavət heç vaxt xeyir gətirmir müsəlmanlara. Müsəlmanın qardaşıdır. Heç vaxt onu aşağılamaz, heç vaxt onu düşmənin əlinə verməz, heç vaxt onun ticarətinə girməz, heç vaxt onun nişanlısına göz dikməz və s. Yəni, müsəlmanın qardaşıdır. Yəni, qardaşlığı böyük nemətdir və əlhamdülillah, əyərləri, yəni, bu hansılar ki, kin, küdurət, öz istəklərinə görə, havasına görə ədavət eləyərsə, bu da yəni onun üçün zərərlidir. Ona görə Allah Subhanahu Teala bizi bağışlasın, rəhm eləsin. Allah Teala bizə xeyir qapıları açsın. Allah Teala bizi bağışlasın. Subhanakallahumma bihamdik, nəşhədən la ilahə illə əntə, nəstəğfiruka və nətubu